Salam, hər vaxtınız xeyir xanımlar. Bugün sizə öz baxım məhsullarımdan tanış eləmək istəyirəm. Sizə öz baxım məhsullarım haqqında danışmaq istəyirəm. Saç, bədən, üz, makyaj, baxım hər biri barədə sizinlə söhbət etmək istəyirəm. Deməli, adətən hansısa bir qonaqlığa gedəndə, bir məclisə gedəndə, harasa gedəndə sual verirlər. Saçlarınızı nə istifadə edirsiniz? Saçlarınız belə qəşəngdir, parlaqdır, yumuşaqdır. Üzünüzə nə istifadə edirsiniz? Üzünüzü necə nəmləndirirsiniz? Makyaj üzünüzdə necə belə qəşəng qalır? Bu kimi suallarla rastlaşıram. Və biz də istəyirik deyənlər olur. İstəyirəm üzüm qəşəng olsun. İstəyirəm üzüm nəmli olsun. İstəyirəm üzümdə ləkə olmasın. Amması var. Ləkəsiz üz istəyirsən. Günəş şüalarından, hiperpigmentasiyadan, pigment ləkələrindən, günəşin təsirli şüalarından üzünü qorumursan. Dərinin ən dərin qatlarına enən deməli günəşin zərərli şüalarından qoruyan nəmləndiricidən istifadə etmirsən. Sən gün kremi istifadə etmirsən və əsasən yaşına uyğun gün kremi istifadə etmirsən. Və təbii ki, sənin makyaj üzündə o qaymaq kimi görüntünü verməyəcək. Təbii ki, sənin makyaj üzündə o portağal görüntüsünü verəcək. İstəyirsən dərinin ən dərin qatlarındakı təmizlik, üzə çıxsın. Yəni təmizlik üzdə görsənsin. Bu çox bir parlaq effektiv bir görüntü istəyirsən. Tonik istifadə etmirsən məsələn. Deyək ki, bundan istifadə etdik. Makyajı üzümüzdən təmizlədik. Ən dərində qalanları nə edəcəyik bəs? Onlar sabahki makyajla bərabər üzümüzdə palçıq görünüşü verəcək. Təbii ki, tonik istifadə etməlisən. Deyirik, göz altlarım qaralır, torbalanır. Paça istifadə etmirsən. Paça istifadə etsən, səhər yuxudan duranda ya da işdən yorğun gələndə paçalardan, göz altlarına istifadə etsən, zaten sənin göz altında nə torbalıq, nə şişlik, nə də qaraltı olmayacaq. Dərin quruyur, çatlayır, bəzən qabıq verir deyirsən. Çünki nəmləndirmirsən. Heç cür nəmləndirmirsən. Dərini nəmləndir. Əllərini nəmləndir. Üzünü nəmləndir. Gözəl görüntü üçün nəm şərtdir. Daha sonra istəyirik ki, üzümüz sabah oyananda parlaq, fresh, qəşəng, sızanaqsız, tərtəmiz bir dəri istəyirik. Gecə baxım edirsən, etmirsən. Gecə baxım etməlisən. Gecə baxımı məhsullarından istifadə etməlisən. Bu şəxsən mənim istifadə etdiyim gecə baxım məhsullarıdır. Gecə və gündüz daha doğrusu baxım məhsullarıdır. Mənim gün boyu üzümün gözəl qalması üçün mən gündüz baxım məhsulundan istifadə etməliyəm və gecə yatanda gün boyu dərilimin nəmlənməsi üçün deməli baxım məhsullarından istifadə etməliyəm. Daha sonra üzümdə xırda qırışlar var, mikrorelyef nahamarlıqları var və mən bu nahamarlıqların hamarlaşmağını istəyirəm. Bunun üçün nə edirəm? Zərdab istifadə etməliyəm. Bunun üzərinə nə etməliyəm? Bunun üzərinə də nəmləndiricisini istifadə etməliyəm. Və bunu nə vaxt etməliyəm? Gün içində təmiz dəriyə gündə bircə dəfə tətbiq etməliyəm. Daha sonra deyirik ki, dabanlarım quruyur, yay gəlir. Dabanlarım quruyur. Mən dabanım üçün nə edəcəm? Bax, bu balzam var ha, bu xardal rəngi balzam. O qədər effektiv bir vasitədir, o qədər mükəmməl bir vasitədir. 12187 kodu. O qədər effektiv bir vasitədir ki, ayaqlarınız olacaq uşaq dərisi kimi, uşaq ayağı kimi olacaq ayaqlarınız. Daha sonra istəyirik ki, dəri tonumuz bərabər olsun. Məsəl üçün boynumuz, üzümüz, sinəmiz eyni tonda olsun. Bunun üçün hansı maskadan istifadə edirik? Qara kömür maskasından istifadə edirik. Kömür maskasından istifadə etdiyimiz andan etibarən 20 dəqiqə üzdə saxlayırsınız və yuyulanan dərhal sonra üzdəki o mükəmməl effekti görürsünüz. Dərinin tərkibində olan deməli
Y vitamini sayəsində dərinin lipid bariyerini möhkəmləndirir. Lipid bariyeri möhkəmlənmək bilirsiz nə deməkdir? Dərinin ən qalın, ən alt təbəqələrindəki ən dərin hüceyrələri nəmləndirmək deməkdir. Nəmlənmiş bir hüceyrə nə olur? Nəmlənmiş bir hüceyrə təbii ki, qırışlara qarşı mübarizə aparır. Kiçik xırda qırışların yaranmasının qarşısını alır. Nə demişdik? Demişdik ki, təmizlik daxildən başlayır. Qadın üçün, özgüvənli hiss etmək üçün, rahat hiss etmək üçün intim baxım çox önəmlidir. İntim gel, yumma geli, intim sprey və yumma gelini göstərə bilmirəm bu dəqiqə, hamamdadır, hamam otağındadır. İntim gel, yumma geli, daha doğrusu yumma geli, sonra intim gel və spreyi istifadə edirik. Gün boyu gedin, 6 saat, 7 saat istənilən bir işlə məşğul olun. Yəni, paltarınızı dəyişməyə vaxt olmasa belə, o quruluq hissi sizə çox gözəl təsir göstərəcək. Ondan sonra gəldik əllərin nəmləndirilməsinə. Əllərin nəmləndirilməsi nə üçün vacibdir? Çünki insanın ən birinci vizit kartı əldir. Əl. Əgər ki, əllərə lazımi vasitələrlə qulluq göstərməsək, lazımi şəkildə nəmləndirməsək, bizim əllərimiz heç cür qəşəng görsənməyəcək. Əllərin gözəl görsənməsi üçün ən birinci, ən önəmli faktor nəmləndirməkdir. Tərkibində qlitserin olan deməli, əl kremlərindən istifadə edirik. Çünki uzun saatlarla əldə nəmi saxlayır. Sizə danışım nədən. Bu möhtəşəm məhsuldan mən artıq satış rekordları qırır. Bu məndə çox gözəl bir məhsuldur. Amorun bədən üçün nəmləndirici kremidir. Çox gözəldir. Deməli, bədəndə yumuşaqlıq, belə hamar, nəm bir teksturası elədir ki, nəm bir belə